Hər zamanki kimi yenə də möhtəşəm ekskluzivlər harda? Yalnız bizim kanalda. Bizim kanalda. Keyfiyyətli ev axtaranlar qardaş bizə müraciət eləsin. Buyur qardaş, təqdim elə bu gözəlliyi. Əvvəla salam hörmətli kanal gözləriniz. Bax belə bir gözəldir. Həqiqətən çox gözəldir. Yəni baxırsan ki, bu kişi pul qoyub belə. Yəni şəxsi tikilidir, ürək istəyən evdir. Üç çox torpaq tarafından inşallah. Orada sağ tərəfdə həyat planının santar boşaltdı. Daha sonra ev ağacları, dekorativ ağaclar, soğuk, sağlık, hər şey. Evin evin içine mən danışacağım. Ondan sonra evin altında mən danışacağım. Kanal bir daha xatın yeni Bakıda yerləşir mənzilimiz. Marşrut xəttinə məsafəsi maksimal dərəcədə 100 metrdir. Evin də sorğan tam ki sənədləri qaydasındadır. İndi sən daxil evimizin içinə inşallah evi olmayan insanlar Allah Teala belə gözlərlər. İlənə dəqiqələrdə evimizin qiyməti ilə mən sınavış edəcəm. Ya Allah. Bir dənə mənzərəyə baxın, sən al, mənzərəyə bax. Belə bir gözəl mənzərə deyə buraya. Çox gözəldir, həyatdan artıq. Koridor yetərincə genişlik, sağ tərəfdə belə bir güzgüdür. Stopoldur, manat beton dörmətli qalım. Sağda evimizin mətbəxi, qonaq otağımız, yataq otağımız, yataq otağımız və sanitar qovşağıdır. Pəncərənin qarşısını kəsən bir maneə yoxdur. Bütün otaqlar bir-birindən gözəldir. Evimizin qiyməti isə 149.000 manata satışa çıxıb, sözsüz ki, real alacağını endirim olunacaq. Maşın kaskasının təsis olmuş qapılar dörmətli kanalizasiya. Burası evimizin sanitar qovşağıdır. Pəncərə düşən tərəf, düşməyən tərəf qoşa daşla inşa olunub. Və belə bir gözəllikdədir. Bax, belə yataq otağıdır. Və burada uşaqlar üçün nəzərdə tutmuş yataq otağı hörmətli kanalizasiyamız. Qonaq otağı. Belə bir gözəllikdədir qonaq otağımızda. Həqiqətən də çox gözəl, mükəmməl remont olunub. Çox superdir, həddən artıq. Burada belə bir gözəl bir twisting də burada yığılıb. Pəncərələr şəbəkə pəncərədir, birbaşa öz həyətinə baxır, bax, görə bilərsiniz, tam yaşayış olan bir yerdir. Bir dəfə də yeni Bakıda marşrut xəttindən məsafəsi 100 metrədə yerləşir. Və burada isə mətbəximizlə mən tanış edim. Buraya isə mətbəxli yetərincə genişdir. İnşallah ev olmayan insanlar Allah Teala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmağı, video beğenmeyi unutmayın ki, yeni saçlar çıxan evlərlə birinci növbədə siz tanış ola bilərsiniz. Burada isə evimizin padvanla girişidir. Padval deyəndə heç padval da demək. Yəni maşallah burada 2 metrdən çox hündürlüyündədir. Bax görürsünüz rahat. Hələ buradan əlimdə qalsın. Güzaba əlim satır. Bütün evin altına keçimi olur rahatçılıqla. Nəymiş gəlinlik 0 dərəcəsinə hörmətli kanalizasiyamız. Kombi sistemimiz də bax burada sol tərəfdə yoxdur.